Salam əziz dostlar və dəyərli izləyicilər. Bugün sizlər üçün çox maraqlı bir video çəkirəm. True false achievement tipli suallar üzərində qısa bir izahat göstərmək istəyirəm. Bu suallarla bağlı çoxlu video dərslərim var və bu video dərslərə baxa bilərsiniz. Mən burada sırf praktika üzərində göstərəcəm. Deməli, burada birinci sualda bizə açar sözlər verib. 87 HM olan cümlədir və battle producingdir. Bir də ki, machine məsələsidir. Baxaq. Deməli, burada fikir versək, burada üstünlük dərəcəsi olan fast ifadəsini görürsünüz. Bu hansı ki, bu ifadə bizə onu göstərir ki, əgər burada üstünlük dərəcəsi ilə bağlı nəsə verməsə, yəni ona bir ekvivalent nəsə verməsə, ümumiyyətlə onun hissəni, onun sürətli olub olmadığını əgər bizə göstərməsə, o zaman bu not given ola bilər. Çünki məlumat əksili olacaq. Amma bunu başqa bir, müqayisə bir dərəcəsi ilə göstərsə, yəni necə deyərlər, adi bir dərəcədə versə, bu o zaman false ola bilər. Amma biz baxaq. Deməli, bunları axtaranda 87-ci il elə birinci cümlədə verilib. Burada görsəz, bu HM buradadır. 200 battle var. Və fikir versəz, burada machine də var. Deməli, hamısı var. Və fikir versəz, burada fast ifadəsini more than 3 times ifadəsilə verib. Hansı ki, deyir, əvvəlki deyir, production metodlarına nisbətən bu dəfə 3 qatdır. Yəni, bu nə deməkdir? Həqiqətən bu sürətli deməkdir. Yəni, burada avtomatik cavabı nədir? True'dur. Yəni, bir növ tərcüməsiz və bir növ tapmaca üsulundan tapmalısınız. Tamam mı? Birinci sualın cavabını necə tapdıq? 87. Burada açar sözləri tapırıq. Bu heç, bu getdi. Baxıram ki, burada onun sürətlənməsindən söhbət gedir. Ən sürətli olmasından və burada da nə deyir? Bu, əgər bunu əks olaraq desəydi ki, məsələn, sürətli deyil, 3 dəfə aşağı sürətli olur, məsələn, və ya da 2 dəfə aşağı sürətli olur, o zaman bunun cavabı olardı false. Amma burada hal-hazırda onun sürətli olduğunu, yəni more than 3 times ifadəsindən verir deyə avtomatik. Keçdik indi əsas ikinci suala. Deməli, ikinci sualda deyir ki, burada bir şəxsin adı verilib. Burada fikir versəz, işə götürməklə bağlı bir ifadə var, hard ifadəsi var. Hansı ki, burada məna odur ki, yəni o işə alınıb, nə eləmək, dizaynla bağlıdır, nəsə dizayn edəcək. Biz burada açar sözlərimizi götürürük. Açar sözlərlə getdikdə, baxaq ki, bununla bağlı məlumat hardadır. Biz baxırıq ki, burada belə bir məlumat var və nədir? Burada məlumat verir. Fikir versə, bu ifadənin ta özü də, eyni ifadənin özü də orada verilib. Fikir versəz. Və burada verilib ki, o işə alındı bunu dizaynləmək üçün. Amma burada verilib ki, fikir versəz, baba bu cümlədə verilib ki, amma o sırf bunun yaratıcısı idi. Yəni, o işə alınmayıb. Əslində, onu elə yaradan şəxs onun özü olub. Yəni, burada nə var? Təzadlıq var, yəni əks var deyə. Burada avtomatik cavab false. Yəni, deməli dostlar, bu saytı bir daha da sizlər üçün izah edeyim. Deməli, bu sayt çox möhtəşəm bir saytdır. Hər bir növlə bağlı testləri burada tapa bilərsiniz. İstənilən test tipini, reading guide, listening guide və ya da writing olsun, speaking olsun fərqi yoxdur və readingin hər növünü axtarışa verib tapa bilərsiniz. Bütün növlərlə bağlı burada necə deyərlər, suallar var və həmçinin də bunun üstün tərəfi ondan ibarətdir ki, sualları sizə izahlı formatda da axırda təqdim edir. Hansı ki, siz hər hansı bir sualı başa düşmədikdə onun necə deyərlər, explain hissəsində daxil olursunuz və rahat şəkildə sualların cavablarını əldə edirsiniz və izahlı şəkildə. Çox sağ olun, var olun.